Azərbaycan Dəmir Yolları xüsusilə bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilk dəfə region daxili marşrut üzrə sərnişin daşımalarına başlayır. Sentyabrın 28-dən etibarən müasir elektrik qatarları ilə Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək. Sərnişinlər Mingəçevir, Mingəçevir-Baş, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa stansiyalarından istifadə edə biləcəklər. Gəncə-Mingəçevir istiqamətində biletlərin minimum qiyməti 2 manat 60 qəpik, Mingəçevir-Ağstafa istiqamətində isə 6 manat 80 qəpik təşkil edəcək. Biletləri 25 sentyabr tarixindən etibarən Azərbaycan Dəmir Yollarının rəsmi veb-saytı və AD Mobile tətbiq vasitəsilə əldə etmək mümkündür. Azərbaycan Dəmir Yolları qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Mingəçevir sahəsində dəmir yollarında yenidən qurma işləri həyata keçirib, həmçinin Mingəçevir stansiyasının binasında təmir işləri aparılıb, gözləmə zalı yenilənib. İlkin qiymətləndirmələrə əsasən bu marşrut üzrə illik 100 minə yaxın sərnişin daşınacaq. Gəncə-Mingəçevir-Ağstafa marşrutunun açılması bu istiqamətlərdə səfər edən, həmçinin qeyd edilən bölgələrdə yaşayan insanlar üçün nəqliyyatın mobilliyinin təmin edilməsinə, eyni zamanda Mingəçevir əhalisinin də daha rahat, təhlükəsiz və sərfəli səyahət etməsinə xidmət edəcək. Ümumilikdə yeni marşrutun açılması bölgələrin sosial-iqtisadi inkişafına, eləcə də Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına şərait yaradacaq.